Bu qədim zərdüştlükdə bu hər fəsil dəyişəndə, hər o ay gələndə belə deyək, mərasimlər olurdu. Bu mərasimləri mən bir araşdıran adam kimi, məsələn, payızda sentyabrın 22-si başlayır təxminən, yaz gecə ilə gündüz tam bərabər olur, bir də martda, Novruz gələndə. Amma biri istiyə doğru gedir, bir soyuğa. Deyir, orada, məsələn, bundan sonra deyir, qaranlıq artacaq, nə tədbir, həm psixoloji, həm də bu tədbirvari tövsiyələr verirlər. Qışda, məsələn, dekabrın 22-si ən uzun gecədir. Bu şərin lap kulminasiya, həmin vaxt nə etmək lazımdır? Tez-tez su için, dua edin və əmin olun ki, bundan sonra hər gün 1 dəqiqə, 2 dəqiqə qaranlıq azalacaq. Amma bir sual vermək istəyirəm. Adətən payız fəsli, toylar fəsli deyirlər. Biz uşaqlıqda gördük, elə hamı toy deyirdi, payızda evləndir uşağı, payızda, hələ fevraldır, tutaq ki, martda payızda evləndir. Elçilik, nişan, başqa şeylər, başqa vaxtlarda da olurdu. Payızda köçən qızlar, baharda ana olar, kimi belə deyimlər də var. Bunun bir əhəmiyyəti varmı numerologiyada, yaxud da öyrəndiyiniz digər bilgilərdə? Payızın evlilik məqamı, anı maraqlıdırmı, yoxsa? Oradan bir şey ola bilər ki, maraqlı ola bilər ki, bax, məsələn, yazda doğulan uşaqlar var, yaz aylarında, payız aylarında doğulan uşaqlar var, qışda doğulan uşaqlar və yayda doğulan. Bunların hamısını bir vaxt havaqsa toxunarıq buna da. Onların da öz əhəmiyyəti var, onların da bir mənası var. Mənası, bəli, o fəsillərdən. Fəsildən, fəsillər bir-birinə fərqlənir. Payız fəslində anadan olan uşaqlar daha gizəmli, daha gizəm deyəndə özünüz bilirsiniz də, daha elə bir ki, o yəni hər şeyi hiss edən, daha nəbzi tutan, biraz daha sanki depressiya həvəsli, depressiya düşməyə, o da yenə amma individualdır, insanından asılıdır, rəqəmlərindən asılıdır o depressiya məsələsi. Amma indi payız həm də belə baxanda təkcə havanın soyumağı depressiya deyil, payız həm də bolluqdur. Bolluq, bəli, hər bir cəhətdən bolluqdur. Payız meyvə tərəvəzi daha vitaminlidir deyirlər. Adicə çıxırsan dükana, bazara, hər şey meyvələri rəngarəng görüb adamın ürəyi belə bilirsən, şükürlər eləyirsən, deyirsən, şükür sənə, ya Rəbbim. Həm də xarab olmur. Yayda məsələn tez xarab olur. İndi məsələn alma, armud, nar, heyva ən gözəl. Yəni bu, bəli, bolluq bu o payıza məxsus olan bir şeydir. Və bu bolluq vaxtı da o toyların düşməsi bu vaxtda elə belə təsadüfi deyil. Yəni mən düşünürəm ki, o həm də bolluqla əlaqəlidir. Çünki insan, bax o deyir, yayda çəkməzsən cəfa, qışda görməzsən səfa. O elə bir şeydir ki, məsəl üçün yayda işləyirlər, ən çox keçmişdə insanlar məsələn kənddə, yəni bu şəhər həyatı yox idi da hələ. Bütün bu şeylər də o vaxtdan yaranıb, o karma qanunlarına getsə əgər, insanlar əziyyət çəkirdi, işləyirdi. Payızda artıq gəlirdi, elə bir ki, artıq o məhsulu yığırdı. Hə, indi toy eləmək olar. O vaxtdan qalıb qış tədarükü, mürəbbədir, turşudur, quru meyvə qurusu və s. yaza doğru qışda yemək üçün, saxlamaq üçün. Bir şey deyim, indi deyirsiniz belə, sizə o fərdi müraciətdə kömək edə bilirsinizmi? Məsələn, toyun vaxtını, da ki, ailə danışmanlığı da edirsiniz də, da ki, oğlan da qız da onların rəqəmlərini hesablayıb, numeroloji analiz eləyəndən sonra, da ki, deyirsiniz, onlar planlaşdırıb avqustda, siz deyirsiniz ki, məsələn, sentyabr daha yaxşıdır. Mən istəyədim, məndən çox soruşurlar, ən çox gənclərimiz, tələb olanlar o gün də soruşurdular ki, bəs onu astrolojin bildik, numeroloji da olur, dedim, əlbəttə olur, yəqin ki olur. Əlbəttə var. Yəni orada biz ən çox deməli ilin enerjisinə baxırıq. Əgər bir qızın və yaxud da ki, bir oğlan evlənmək istəyirlər, ilin enerjisi 9-dursa, məsləhət görmürük. Deyirik, heç olmasa gözlə, nə qalıb ki, artıq elə bil ki, sentyabrdan biz o biri enerjiyə keçirik. Yəni, o tam keçməsək də, məsəl üçün, artıq sentyabr, oktyabr ayında birin enerjisi həmin adama gəlir. Çünki 9-dan sonra bir gəlir axı. Həmən heç olmasa deyirəm ki, gözləyin, ya gözləyə bilmirlərsə, heç olmasa onda baxıram ayın enerjisinə. Yəni, heç olmasa ayın enerjisi 1 olsun, 3 olsun, 8 olsun, yəni, bax, belə-belə... Valideynlər müdaxilə edir də, bunlar deyir, bizlik deyir. Məsələn, o 9-un enerjisində illaha evlənməlidirlərsə, onda da heç olmasa ayın enerjisinə baxırıq.
O da olmasa günün enerjisinə baxırıq. Əslində günün enerjisi də hesablanır. Yəni bu adam professional bir dəstək almaq istəyirsə, onların hamısını hesablayırıq. Uğurlu toy gününü təyin edə bilərsiniz də. Yəni. Uğurlu əlbəttə ki, Məsələn, toyu nə vaxt deyim, hansı gün eləyir? Bəli. O bax, bu gənclərimiz bunu yadında salır.